Özünüzü təqdim eləyin. Mən Məmmədov Samir Sahiboğlu. 1977 aprel 15-də Bakı şəhər Xəzər rayon Zələ qəsəbəsində anadan olmuşam. İmkan varsa belə bəkdən danışın. Səhv eləmirəmsə siz Qarabağ qazisiniz. Bəli, mən Respublika Qarabağ Ədəbi Veteranlar Şurasının sədr müavini 172-də canla başla Azərbaycana razı bitirələ canla başla qulluq eləmişəm. İndi 18 ildir Qarabağ qazilərinin, şəhid ailələrinin qulluğundayım. İndi deməli o dediyiniz problem barədə xahiş edirəm başlayın. Deməli 2025-in fevral ayında, hardasa 10 il, 11 il anam üzr istəyirəm, ağrıydı, apardı doktora. Şəkər həkiminə müayinə eləməyə. Apora Hospitala aparan zaman mama üzr istəyirəm həyəcanına, həkim ona baxmadı, həkim orada olmadı. Xəstəxananın içərisinə girəndə infarkt keçirdi. Bir dəqiqə, hansı klinika? Apora Hospital. Apora, özəl klinika. Bəli, özəl Apora. Roman yolunun üstündə Apora Hospitalda infarkt keçirdi. Heç bir həkimin ona müdaxilə eləmədən. Xəstəxananın içində daxil olarkən. Sonra onu tez dərhal aldılar acilə. Acildə onu müayinələr, müalicələr edildilər. Qardaşım iştirakı. Mənə də zəng edildilər. Mən də tez çatdırdım özümü. Üzr istəyirəm qızımla. Hamımız yığıldı ananın başına. Ana özündə idi, hər şey yaxşı idi. Sistem iynə vurdular. Dedilər ki, təcili mama anji olunmalıdır. Ananın adı, familiyası, təvəllüdü. Anam Məmmədova Sona xanım, 52 qızı. Təvəllüdü? Təvəllüdü. Təvəllüdü. Deməli. 19-u 2-ci ay 57. 57-ci il. Bəli, 19-u 2-ci ay 57-ci il. Məmmədova Sona xanım, 52 qızı. Bir dəqiqə deyəm. Bir də. Tezdən. Yox. Daşı, xəstəxanaya yerləşdirildi. Apora Hospitala girərkən infarkt keçirdi. Deməli, infarktdan sonra da tez dərhal qardaşım onu acilə həkimə müraciət etdi. Həkimlər də onu acilə aldılar, tez müayinələri, analizləri verdi. Dedilər ki, dərhal anji olunmalıdır. Ürəyində problem var, 3 dənə damarda tıxanma var. Dərhal anji olunmalıdır. Biz də dedik ki, həkim kimdir? Dedi ki, həkim yaxşı həkimlər, ən yaxşı həkimi çağıranda dedi ki, bura pulludur, özəldir, nə lazımdır, verəcəkdə anamız bir olmasın, anamıza bir şey olmasın. Qardaşım, sonra mən getdim həmən sözü dedik, Bakı həkimləri. Dedilər ki, Gəray doktor var, Hopaynik Hospitaldan gəlsin. Gəldi, anji elədilər, müayinədən, müalicədən sonra şəkillər də var, uyğun baxlar. Bir dəqiqə, anjunu harada elədilər? Həmin o özəldə. Anjunu elədilər Apora Hospitalda. Gəray doktor. Gəray doktor. Anji olundu, Apora Hospitalda Gəray doktor tərəfindən. Anam özündə rahat, qəşəng, sisteminə vuruldu. Üzünə danışır, huşu yerində, hər şey yerində. Girdi, anjiya çıxdı, gənə də özündə, amma biraz narahat idi. Anjiyadan sonra arvadın başı çöndü, havalandı. Neynədə, bu Gəray doktor bizi çağırdı qardaşımla. Dedi ki, təcili damarlar dəyişilməlidir. Mən dedim ki, 67 yaşı var. Bu arvad əməliyyata girsə çıxmayacaq. Yəni, bunu olmaz. Gəl, bunu anjiya edir. Dedi ki, anjiya mümkün deyil. Damarlar ucu tıxanıb, 3 damar, bir dənə şax damar tıxanıb, damarların ucları da yiyilib. Yəni, mümkündür. Belə dedik. Arvad da özündə idi, hər şey də əla idi. Özü öz ayağı ilə gedir, heç bir problemi olmayıb. Yəni, yeməyi, içməyi, bağları yanında, nəvələri yanında, yəni ki, şükür Allah'a. Namazında, orucunda, həccə gedib tek tane gəlib, arvadda heç bir problemi olmayıb. Ölümünün səbəbi nə oldu? Ölməyinin səbəbi arvadın vəziyyəti pisləşdiyi, burada baxmadılar, reanimasiyada yer olmadı Apora Hospitalda. Təcili bunu bir həkim vardı, o ilə məsləhətləşdik, şəkər həkimdə, yəni bir xanımla. Təcili ilə aparan Firdovs doktor mərkəzi klinikada anjiyo etsin. Təcili apardı görə. Girən kimi də xəstəyə baxmadılar. Dedilər, davay tez edin, 5000 manat pul verməlisiniz. 5000 manat pulu bizdən qapının ağzında. Arvad orada can tapşırır,
Deyirik ki, ay kişi veririk də, kimin cibində 5000 var? Bir daha səbirli ol, yığır, arvad o da canını verir. Dedi, yox, təzili qapının ağzına girən kimi 5000'i bizdən aldılar. Nəysə, oradan, buradan qardaşım dostlarına, mən dostlarına yığdıq cibimizdə kartda neyimiz var, çıxartdıq, 5000 manat düzəltdik, anamı daxil etdik, o tez emir tezə elədilər. Gecə də bizə zəng edirlər ki, gəlin tez pulu ödəyin, anji olunmalıdır. Firdovsu doktor onu anji edir. Harada? Birdə. Mərkəzi klinikada. Mərkəzi klinikada. KGB-nin yanındakı mərkəzi klinikada. Firdovsu doktor tərəfindən. Anji olundu. Amma bizə allatdılar. Anji tam olunmamışdı. Bir dənə damarı açdılar və bizim bütün pulları aldılar. Bizə dedilər ki, bura özəldir, heç bir şey də olunmur. Qardaşım da neft işçisidir, mən də devlətə canımı qoymuşam, zabitəm, devlət üçün, qazi üçün hər şey eləmişik. Dedilər ki, yox, sizə heç bir şey keçmir, sığorda. Halbuki, Anjo 2700 manat şeydən çıxmalıydı. Bizə heç bir hörmət qoymadılar. Ancaq pul. Hər gündə 3500 pulu Vüqar, Abdülkərimov Vüqar bizdən hər gün 3500 pul tələb edib, dərhal pulu keçirdir, yoxsa anamızı bağlayar. Vüqar Abdülkərimov, bax bu yoldaş, hər gün 3500, 4000 pulu bizdən alır. Deyir ki, niyə alırsan bizdən bu pulu? Hər gün deyir ki, şey deyirəm, qanı yürüyüş, 3500'dür. Hansı ki, o aparat 320 manatdır. 3000, 2000 bizdən həmən aparatın minət pul alırdı. Arvadın vazafiksini dəyişmədi, qoluna baxmadılar, qolu orada infeksiya saldılar, sepsis saldılar. Arvada pis günə qoydular, biz də anamızı oradan çıxartdı, yapardıq diagnostika mərkəzinə. Diagnostika mərkəzində də Anetta xanım yoxladı, bütün həkimlər yoxladı, Murad müəllim, Oktay Şəhərin oğlu yoxladı, Könül xanım hamısı yoxladılar. Cinayət işi qaldırdılar ki, bəli, septisi, qolunda olan vazafiks dəyişilməyib, infeksiya keçib, qana da sepsis virus keçib. Və o da qolunda olan irinləmə ilə qolu kəsdilər. Qolun da kəsilməyi, anamın da ölməyinin səbəbi Vüqar Abdülkərimov. Xariclərdə idi, baş həkimə məktub yazıram, Həsən Qandilova, məktublar durur burada. Həsən Qandilov məktuba cavab vermir. Cənab Prezident məktuba cavab verir, amma Həsən Qandilov cavab deyir ki, pulum yoxdur, qazi, evimiz, maşınlarımızı satdırdı, evimizi satdırdı. Bir dəqiqə, indi bir dənə sual. Deməli, ölümünün əsas səbəbi sizə göstərirlər ki, əlində sağ-sol, sağ qolunda zəhərlənmə verdi. O da demir bizə, gecikdirir. Biz onu abunarist eləyəndə, tapanda, diagnostika mərkəzində skoru gəldi, şəkilini çəkdi, sənədlər bizdədir, axtaşdırırlar, sağ olsun. Diagnostika mərkəzinin kollektivi, həkim kollektivi, baş həkimi cinayət işi qaldırdı. Dedi ki, bu birbaşa mərkəzi klinikanın həkim öz başlanılığından olub, həkim səhnənkarlığından olub. Bir dənə sual. Deməli, mərkəzi klinikanın rəhbərliyi cinayət işi qaldırdı. Mərkəzi yox, diagnostika mərkəzi. Diagnostika mərkəzi cinayət işi qaldırdı, yoxsa cinayət işi ilə bağlı müraciət verdi? Müraciətlər, yəni sənədləşdirdi ki, həqiqətən onlar təsdiq elədi ki, oran hüquqşünas tapşırıq verdi. Murad müəllim, Oktay Şəhərin oğlu, Könül xan deyir, bu şeyi araşdırın, yəni birbaşa mərkəzi klinikanın öz başlanılığından. Yəni ki, vazafiks dəyişilməyib, septis diagnozu salınıb və virus salınıb. Və virusda insult keçidir. Yəni ki, ekspertiza rəyini sizə verdilər diagnostika mərkəzi. Araşdırıldı, bütün sənədlər, materiallar durur, analizlər durur, hər bir şey durur. Şəkillər durur, hüquqi faktlar var məndə. Yəni onlar... Özümüzdə şəxs alıb olmuşuq. Qardaşım, anam, 2 milli qəhrəman olub, qazilər olub, bütün uşaqlar yanında olub. Uşaqlı ifadələr var. Yəni diagnostika mərkəzi sizə rəsmi sənəd verdi ki, bu həkim səhvi üzündən başa gəlir. Diagnostika mərkəzi rəhbərliyinə, həkimindən çox razıyıq. Onlar bizə ana kimi, bacı kimi yanaşdılar, bizə insan kimi baxdılar. Amma ora vandalxanır. Bir dənə sual, amputasiya olub. Bəli. Əli amputasiya olub, bəli. Harada olub? Diagnostika mərkəzində. Diagnostika mərkəzində sonradan aparmışsınız, diagnostika mərkəzində amputasiya ediblər. Bəli, hələ oradan sonra götürdük, görürük, baxmırlar da, xəstəmizə baxmırlar, xəstə üzü əldən gedir. Qolu qaralıb, versən, deyirik ki, nivalmışsın, hələ 3500 ver. Hər gecə bizdən 3500 pul tələb edir. Vüqar Abdülkərimov, bax bu şərəfsiz.
Bu bizdən hər gün 3500 pul tələb edir. Biz də evi, maşını, neyimiz var, satdı yansın. Belli, həmin o şəxsin, deyirsiniz ki, bizdən pul tələb edir. Həmin bu ödədiyiniz pulu hansısa bir kassaya keçirilib, hansısa bir... Hamısı durur. Yəni çeklər hamısı əlizdədir. Bizi soydular, bizi satdırırlar, evlərimizi, şeylərimizi müflis edirlər bizə. Yəni ki, ödənişin pulu rəsmə kassaya ödənilib, əlinizdə də bununla bağlı çek var. Çeklər var. Dedik ki, bizə kömək edin, pulumuz yoxdur. Belə olmaz, dedik ki, bizlik deyil, pulu ödə. Yoxsa bağlayır, anamın kislarını bağlayırıq, bölsün. Yaxdır, bir dənə sual. Deməli, amputasiyadan sonra ananız dünyasını harada dəyişdi? Anam amputasiyaya olundu, diagnostik mərkəzində. O da güclü baxdığı, sağ olsun, Anetdə xanım, reanimasiyanın böyüdü. Bizim artıq pulumuz çatmırdı, 3-cü ayda müraciət elədik təbibə, Səhiyyə Nazirliyinə. Onlar da bizə kömək eləmədilər. Axırı bir təhər, bir cür, gəldik çıxdıq Simaşqaya. Xahişlə, minnətlə, tanışdığına gəldik Simaşqada da heç bir həftə çəkmədi. Anamın əl-ayağı gömgöy oldu. Canını tapşırdı. İndi bir dəqiqə. Deməli, amputasiyadan sonra... Ayın 14-ü birinci ay anam canını tapşırdı. Cəhət azam oldu. Amputasiyadan sonra sizi deməli, həmin o diagnostika mərkəzindən yəni buraxıblar evə, siz də gəlmişsiniz Simaşqaya, düzdür? Evə buraxmadım. Yox, yəni başa düşdüm. Sonra maşınla, təcili tibbi yardımla çatdırdık bura. Gətirdik Simaşqaya. Pulumuzla. Yox. Bəli. Başa düşdüm, gəldiniz bura. Burada hansı, Simaşqada hansı şöbələ? Reanimasiya. Reanimasiya. Oranın deməli reanimasiyasına çıxartdıq. Buranı. Çünki ora özəllikdir, burası dövlətdir, düzdür? Burada baxmadılar. Yox, başa düşdüyümdə indi hər bir halda, yəni... Düz istəyirəm, buranın rəhbərliyi könül, o könül müəllim qətiyyən baxmadı, xəstə yanına qoymadı bizi. Xəstə çox pis vəziyyətdə, buranın axıranla rəisi, anamızla maraqlanmağa qoymadı, yaxın qoymadı. Anamız deməli Simaşqada dünyasını dəyişdi. Bəli, anam Simaşqada dünyasını dəyişdi, baxımsızlıq uzbatından, pulumuzun olmamaq uzbatından bizə üzr istəyirəm. Atamı da öldürdülər, anamı da öldürdülər, verdilər. Mən 18 canlı qoymuşum Qarabağ qaziləsinə. İndi bu dəqiqə, bununla bağlı, bu ölüm hadisəsi ilə bağlı hara müraciət eləmisiniz? Bu anamın ölüm faciəli sürətdə həkim öz başkanlığının anamın ölümlə bağlı Respublika Prokurorluğuna, Cənab Prezidentə, Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna, Səbail Rayon Prokurorluğuna, Səbail Rayon Prokurorluğu da məktub yazıb Səhiyyə Nazirliyi. Səhiyyə Nazirliyi bu işə baxmır. Səhiyyə Nazirliyi araşdırır. Deyirəm, niyə araşdırsın? Diagnostik mərkəz var, materiallar əlimizdə var. O prokurorluğa yollanır. Prokurorluq, Səbail Rayon Prokurorluğu, Namiq, bilməm familiyası kimdir? Onlara himayədarlıq edir. Biz orada olduq bir ay. İnanın ki, hər gecə nə qədər adam günahsızcasına rəhmətə gedir. Hər gün, hər nə qədər adam günahsızcasına rəhmətə gedir və örtbasdır olunur. Hamıya da deyirlər ki, bizim krişamız güya ki, yuxarıdandır. Hansı, yəni həmin o rəhmətə gedənlər hansı klinika ilə bağlı müraciət edirlər? Mərkəzi klinika. Mərkəzi klinika. Mərkəzi klinika axası insanlara öldürülmüş. Mən bilməmişəm. Biz anamızı götürüb yapardıq. Biz özümüz özəlimiz anamızı yapardıq. İndi bir dəqiqə, son müraciətiniz Səhiyyə Nazirliyinə olub və oradan sizə nə cavab edilər? Yox. Prokurorluq edir də. Bəli, mən prokurorluq edirəm ki, prokurorluq öz məktubuna yazıb ki, araşdırılsın. Niyə araşdırırlar, mən başa düşmürəm. Niyə araşdırırlar? Prokurorluq özü araşdırmaq əvəzinə Səhiyyə Nazirliyinə göndərir ki, yola vermək, oradan alıb yağın ki, kimlərsə pul alıb, neyiniblər. Prokuratura girmişəm dəfələrlə, mənə deyirlər Səhiyyə Nazirliyini gözləyir, yəni yola verirlər, mənə heç qəbul edən olmayıb, sözə də baxan olmayıb, məktublar yazılır, hər dəfə yazıram, heç kim baxmır. Cənab Prezidentdən məktuba cavab gəlir, Həsən Qandılov yazmır, Həsən Qandılov baxmır, deyir ki, kimə istəyirsiniz deyin, kimə istəyirsiniz şahid eləyin, yəni bu öz başlanılır. Həsən Qandılov deyirsin, kimdir o? Bəli, baş həkimdir. Hamada getmişəm qəbuluna. Haran baş həkimi? Mərkəzi klinikanda, Qondarxana. Cəmaatı öldürən yer. Mərkəzi klinikanın baş həkimi. Bəli. Dəfələrlə prokurorluğa müraciət eləmişsiniz. Bəli. O müraciətləri bir dənə göstərin, xahiş edirəm. Buyurun. Prokurorluğun məktubları da buradadır. Buyurun, hansı? Bu anamın ölüm kağızı. İndi bir dənə onu tərəf etdirəcək. Ölüm kağızı. Arvad rəhmətə getdi.
birinci ay, 14-cü birinci ay rəhmətə gedir. Sivasda həkim, yenə də həkimlərin öz başına alır, həkimin baxmamalı öz baxımdan. Buyurun. Bu Səhiyyə Nazirliyi məktubun cavabı heç bir şey. Gelin bir şeydən soruşur, mərkəzi klinikadan soruşur. Mərkəzi klinika kimdir ki, biz ondan nəsə soruşur? Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müraciət edilmişəm. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi. Bu arada buranın müraciəti başı şəhər prokurorluğundan da heç bir cavab gəlmir, heç nəmində yalandan yola verirlər bizi. Ondan sonra müraciət edilmişəm. Azərbaycan Bakı şəhər prokurorluğu. Oldu. İndi sizin yazmadığım yer yoxdur. Ünvan yoxdur. Oldu. İndi biz çalışacağıq sizin müraciətlər əsasında. Xahiş edirəm, ölkə başçısından, aidiyyatı orqanlardan, dünya səhiyyəsindən, dünya azadlıq, hüquqlar, insan hüquqları müdafiəsindən bizi, qardaş, bu respublikada qırıla çatırlar. Bizim haqqımızı, hüquqlarımızı, anamı, mənim anam Hacı xanımdır, biz heç kəslə işimiz olmuyor, biz xalqımıza qulluq eləmişik, vətənimizə qulluq eləmişik. Bizi elə günə qoydular, müflis bir günə qoydular, hər şeyimizi aldılar. Allah bax, bu Vüqar Abdülkərimov, Firdovsunu xahiş edirəm, içəri girsin. Bunlar çoxlu cinayətlər törədirlər. Reanimasiyada xəstəyə baxılmır, o da öz başlanılıq gedir. Bu gedir xaricdə kef edir, zəng edir, anamız gedir qızdırmadan, vəziyyəti pisdir. Deyir, mən xariciyəm, Dubayda, Türkiyədə kef edirsiniz. Ancaq hər gecə məndən pulunu alıb 3500 bölüm. Bizi soydu bax bu yoldaş. Oldu. Çox sağ olun, başınızın narahatçılığa görə. Sağ olun. Allah köməyiniz olsun, Allah can sağlığı versin.